Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir izləyicilər. Qador verilişi yenidən sizin görüşünüzə gəlib. Məhərrəm ayı boyunca sizə verilişlər çəkməkdə davam edirik. Və bu gün də bu mövzuların birinə toxunacağıq. Verilişə mövzuda bağlı ilahiyyatçı Hacı Əhliman Rüstəmovu dəvət etmişik. Hacı, xoş gəlmisiniz. Sağ olun, təşəkkür. Biz təşəkkür edirik Hacı. Məhərrəm ayı boyunca sizə verilişlər çəkirik və belə qərar gəlir ki, bu gün də bu mövzulara toxunaq və son belə ki, Hacı, Məhərrəm ayı İslam dininin əsas dəyərlərindən biridir. Bu barədə nə deyə bilərik? Bismillahirrahmanirrahim və bihi nəstəin. İnnahu xeyrun nasirun və mu'in. Allah Taala'nın salavat salamı olsun Peyğəmbərə və əhl-i beytinə və möminlərə, şəhidlərə, xüsusən Kərbəla şəhidlərinə və şəhidlər ağası İmam Hüseyin əleyhissalama. Məhərrəmlik İslam dininin dəyərlərindəndir. Biraz mövzuya geniş cəhətdən baxsaq və biraz müqayisə eləsək mövzunu ki, bir başqa bucaqlardan baxaq bu mövzuya. Dəyər deyəndə hər hansı bir şeyin dəyəri, onun məsələn bir şeyin əsası var, bir də sifəti vardı onun məsələn. Deyək ki, bir divar özünün divardır, bir də onun üzünə çəkilən rəngdir, aboydur, filan bəsməkan belə. Ya deyək, məsələn, bir dənə evdir, evin əsas hissəsi var, köməkçi hissəsi var. Bu köməkçi hissə də dəyərdir, yaxşıdır. Məsələn, evin qabağın talvar edib, beşək kölgəsində oturur. Belə də soyuqdan, istidən qorunur orada. Evet. Amma o evin özü deyir. O evin əsas hissəsi deyir. O sonradan gəlib qoşulub ora. Dəyərdir, yerindədir, yaxşıdır. Bəzən evin özündən də çox istifadə olunur. Evet. Amma ev budur. Bəzi dəyərlər var, belə başqa ibarətlə desək, arizidir, sonradan gəlir, qoşulur ora. Bəzi dəyərlər də var, zatidir. Elə bu şeyin zatında vardır. Məsələn, İmam Hüseyin əleyhissalamın öz o Əl-Hüseyin, Əl-Həsən kəlməsi ki var. Orada bir deyirik ki, Hüseyin, Həsən. Amma ərəblər, məsələn, bəzən Həsən Hüseyin də deyirlər, bəzən Əl-Həsən və Əl-Hüseyin deyirlər. Məsələn, Peyğəmbərin dilində çox yerdə, məsələn, İnnəl-Hüseynə, o Əl-Hüseyin var orada, yaxşı. Orada o əliflam, həmin o hərif, ərəb dilində bir şeyin zatən gözəl olmasına, dəyərli olmasına dəlalət edir. Ola müxtəlif mənalarda işlənir. Orada zatən gözəl olmasına, dəyərli olmasına dəlalət edir. İndi bir şeyin dəyəri zatən gəlir. Məsələn, insan özü zatən dəyərlidir. Dəlil də budur ki, Allah deyir, yaratmamışam mən kainatın hamısını və ləqət kərrəmna bəni Adəm. Allah Teala o boyda məsələn, balinanı yaradın, dostsuz deməyib, nə bilim, o qədər qiymətli materiallar var deməyib, ondan sonra da belə bu məxluqatın, ərşin yaradanda deməyib. Məsələn, göyü deyir, abulduzlarla bəzətdik. Bunun mənası budur ki, bu bəzək göyə sonradan gəlib. Allah göyü yaradıb, amma bəzəyi də sonradan var. Yaxşı, amma insanın barəsində ləqət kərramna bəni Adəm. Ya deyir, ləqət xələqnəl insanə fi əhsəni təqvim. Bunun mənası budur ki, biz bəni Adəmi ehtiramlandırdıq. Xələqnəl insanə fi əhsəni təqvim, insanı yaradanda gözəl yaratdıq. Yəni bunu yaradanda gözəl yaratmışıq. Sonradan buna bəzək vurmamışıq. Və bu dəyərlər zatən gələn dəyərlərdir. Gəldi Kərbəla mövzusuna. O bir hadisədə baş verib. Bir hadisə ki baş verib, bu hadisə İslamda olan, sonradan gələn bir dəyər kimi dəyərlənir. Amma başqa cəhətdən baxsaq, görək ki, bu əslən sonradan gəlmə deyir. Bu zati bir dənə dəyərdir. Nə baxımdan zati dəyərdir? Orada baxırıq, bu hadisənə kimlə əlaqəlidir? Məsələn, tarixdə o qədər yuxular yozulub, o qədər yuxu yozanlar olub. Amma məsələn, görsən, Həzrəti Yusufun yuxu yozmağı nə olub? Qurana düşüb. Ya tarixdə o qədər qardaşı, bacısı, qohum əqrəbası tərəfindən əzab əziyyətə çəkilir olanlar var, quyuya atılanlar var, dağdan atılanlar var. Amma Qurana Həzrəti Yusufun adı düşüb. Həzrəti Yusufun adı niyə düşüb? Çünki o Allahın peyğəmbəri idi.
bu hadisə bir dəyər kimi hesablansa da, sonradan gəlmə dəyər kimi hesablansa da, amma zata bağlıdır. Niyə? Çünki o hadisənin ifaçısı, o hadisənin qəhrəmanı özü bir zatı bir yerə, əsaslı bir yerə bağlıdır. Yaxşı. İndi biz Kərbəla, bəli, hicrətin 61-ci ilində baş verib Kərbəla hadisəsi, Aşura hadisəsi, bu Məhərrəmlik hadisəsi. Bu hadisəsi kimi o gündən İslama dəyər gətirib, İslama bəzək olub, İslamı qoruyub, saxlayıb. Yaxşı, bu baxımlardan. Amma bu biri tərəfdən baxanda ki, o hadisənin qəhrəmanı kimdir? Onda baxıb görürsən ki, bu İslamın zatından gələn bir məsələdir. Ki, o da İmam Hüseyin əleyhissalamdır. İndi bəzən deyirlər ki, İmam Hüseyin əleyhissalam din deyir, səhv eləyirlər onu. Bizim mövzumuz üçün o deyir, ora keçmirik, amma bir mənalı şəkildə səhv eləyirlər. Haçan imkan olsa, məhz bu mövzuda danışa bilərik, bəhs eləyə bilərik. Amma Sabirin bir dənə şeiri var, deyir, İslamımızı etməliyik, beyləmi ihya, imanımızı qılmalıyıq, beyləmi ifa. İslam o deyilmi ki, cigər quşeyi zəhra baş verdi yolunda, susarqan arasında. Bir dənə məsələn, şairin İmam Hüseyin əleyhissalama baxışı. O deyir ki, İslam deyil imam, o deyir ki, İslamdır. İslamdır. Bir başqa cəhətdən İmam Hüseyin əleyhissalamın öz dilindən bu mövzuya yanaşsaq, İmam Hüseyin əleyhissalam o Kərbəla hadisəsi ilə əlaqədar Mədinədən o Kərbəlaya qədər elədiyi söhbətlərin içərisində neçə yerdə deyir ki, Nəhnu əhl-i beytun nübüvvə. Biz, məsələn, çox vaxt tərcümə eləyəndə biz deyirik Peyğəmbərin əhl-i beyti. İmam Hüseyin əleyhissalam Peyğəmbərin əhl-i beytidir. Ya deyirik, məsələn, Peyğəmbərin əhl-i beyti elə ümumi Xanım Zəhra salamullah aleyha, İmam Həsən, İmam Hüseyin, Peyğəmbər. Amma İmam Hüseyin əleyhissalam, Həzrəti Peyğəmbər də deyib əhl-i beyti. Məsəl o əhl-i beyti kə məsələ Səfinətullah, məsələn. Əhl-i beytim deyib Həzrəti Rasulullah. İmam Hüseyin əleyhissalam sözlərinin, kəlamlarının bir neçəsində deyir ki, Nəhnu əhl-i beytun nübüvvə. Biz nübüvvətin əhl-i beytiyik. Bir var deyək ki, Nəhnu əhl-i beytul ənbiya. Biz nəbilərin əhl-i beytiyik. Ənbiyanın. Bizim ziyarətdə varımızda Əssalam əleykə ya, məsələn, varisə Adəm, Əssalam əleykə ya varisə Nuh, Əssalam əleykə ya varisə İbrahim. İmam Hüseyin əleyhissalam Həzrəti Peyğəmbərin varisində bu da var. Həzrəti Nuhun, Həzrəti İbrahimin, Həzrəti Adəmin varisləri. Bu da yerində. Amma İmam Hüseyin əleyhissalam deyir ki, Nəhnu əhl-i beytun nübüvvə. Nəinki biz Nuhun, Adəmin, İbrahimin, Musanın, İsa'nın əleyhimussalamın əhl-i beyti, yox, nübüvvətin əhl-i beyti. Bilirsiniz də, nəbi şəxsdir. Nübüvvət amma o, deyək ki, o vəzifədir. Məsələn, belə deyək ki, məsələn də biz bir var deyək ki, hakim, bir də var deyirik məhkəmə. Hakim şəxsdir, o işi icra edir. Məhkəmə amma o bir qurumdur, bir orqandır. Yaxşı, nəbi deyəndə biz bir şəxsi nəzərdə tuturuq. Nübüvvət deyəndə, amma o qurumu, o idarəni, o, deyək ki, necə deyim də, Allah tərəfindən təsis olunmuş bir məktəbi nəzərdə tuturuq. İmam Hüseyin əleyhissalam deyir, biz eyni halda ki, bütün ənbiyanın vərəsələriyik, Həzrəti Adəmdən tutdu, gəldi Həzrəti Rəsulullaha qədər. Eyni halda biz nübüvvətin varisiyik. Nübüvvətin. Yəni biz nübüvvətdən də irsa aparmışıq. Mənası nədir? Mənası İmam Hüseyin əleyhissalam Peyğəmbərin nəvəsi ya Həzrəti İbrahimin nəvəsi olmaqdan da əlavə İslamda tutduğu vəzifə nə idi? İmamlıq vəzifəsi. Tutduğu vəzifə imamlıq vəzifəsidir. Demək istəyir ki, biz nübüvvətin varisi, yəni biz imamıq. Elə nübüvvət bu işin şaxələridir, kötüyüdür, gövdəsidir, budaqlarıdır. İmamət onun nə idi? Meyvəsidir. Dəlili də 5 dənə bizim Ül-Ləzm Peyğəmbər var. Məsələn, açıq aşkar Həzrəti İbrahimə Allah Teala deyir,
o qədər nübüvvət mərhələlərin, risalət mərhələlərin keçəndən sonra deyir, inni cailükə linnası imama. Mən indi səni cəmaata imam qərar verdim. Yəni, Həzrəti İbrahimin nübüvvəti risaləti imamətinə nələr idi? Müqəddimə idi. Meyvəsi gəldi oldu Həzrəti İbrahimin imaməti. O cümləndə ənbiyanın nübüvvətinin nəticəsi gəldi keçdi imamətə. Kərbəlanın qəhrəmanı kim idi? İmam Hüseyin. O kim idi? Şəxsi baxımdan. Ənbiyanın nəvələri. Yəni 100% nəsli gedir, çıxır Həzrəti İbrahimə. Elə. Və o başqa cəhətdən kim idi? O nübüvvətin varisi idi. Yəni nübüvvət ağacının yetişdirdiyi bir meyvə idi. Bir səmərə idi. Ki biz bilirik ki, əkilmiş bütün ağacların məqsəd nədir? Meyvəsidir. Elə deyir. Bax, o səmərə idi. Allah yetişdirirdi, gətirirdi, çıxardırdı o yerə. Yaxşı, heç görmürsünüz deyərlər, məsələn, ağacın kötücü, məsələn, əkdim ki, bunun yaxşı kötüyü var. Əkdim ki, bunun, məsələn, yaxşı gövdəsi var. Kötüyü də yaxşıdır, gövdəsi də yaxşıdır, budağı da yaxşıdır. Kötüyü, gövdə, budağı yaxşı olmasa, meyvə də yaxşı olmayacaq. Kəlimətun təyyibətun kəşəcərətin təyyibə əsluha sabit fər'uha fissəma Quran deyir. Kəlmə-i təyyibə o şəcərə-i təyyibə kimidir, pak ağac kimidir. Kötücü sabitdir, budaqları göydədir. Nübüvvət və imamətə aiddir bu. İndi bu mövzudan çox söyləməyək, keçək İmam Hüseyin əleyhissalama, yəni Kərbəlaya. İndi Kərbəla özlüyündə tarixi bir hadisə kimi İslamda böyük dəyər sahibidir. İslama böyük, məsələn, köməkliklər eləyib. Amma bu baxımdan ki, baxsaq, bu nübüvvətin, ənbiyanın varisi şəxsən orada iştirak eləyib. Və plus orada nübüvvətin varisi imamət orada iştirak eləyib. Bu baxımdan görəcək ki, nədir? Bu Kərbəla nəinki İslama dəyərlərdən biridir, yox, elə İslamın zatıdır, kötüyüdür, əsasıdır o baxımdan. Yaxşı, və bizim ənbiyaların, peyğəmbərlərin özlərinin Allah Taala Quranda hadisələrin ki danışır, onu bir tarixi hadisə kimi danışmır ki, onun işinin əsas hissəsi kimi danışır. Bizən peyğəmbərə deyir ki, kim əlləzinə yəttəbunə nəbiyyəl ummiyyəl ki, o adam ki, surə yadımdan çıxdı, o nəbi ummi ki var, ki, o bir dəstə ona tabi olarlar, təcidunəhəm, yəcidunəhəm, ya təcidunəhəm məktubən ində Tevratı və İncil. Özü o, indi deyilmir adı. Onun adı Tevratda da yazılıb, İncildə də yazılıb. Həzrəti Rəsullahdan söhbət gedir. Gəlir bunu bu cürə tanıttırandan sonra deyir, onun işi nədir? Nə üçün gəlib? Gəlib boynuzda olan zincirləri qılsın. Boynuzda olan zülmün yükünü götürsün. Gəlib sizə əxlaq öyrətsin, gəlib sizə iman öyrətsin, gəlib sizə insaniyyəti çiçəkləndirsin. Bəs nəbi ilə nübüvvətin vəhdəti həmin o nəticəni verir. Burada da gəlir imamətlə imamın vəhdəti və o imamətin, imamlığın eləyən şəxsin elədici iş, o zənciri qırırdı boynundan, bu da bu formada bir iş görüb. Yaxşı, Həzrəti İbrahim bütü sındırırdı, yaxşı, İmam Hüseyin əleyhissalam da bu cürə bütü sındırırdı. Biz əgər desək, Kərbəla İslamdan qıraq bir şeydir, sonradan vurulma bəzəkdir, onda gərək Həzrəti İbrahimin də o işlərinə o cürə baxaq. Həzrəti Musanın da işlərinə o cürə baxaq. Ola bilər, biraz qəliz danışıram belə, amma şeydir də, yəni mövzu budur. Sən hətta biz keçsək, burada da elə üçün Kərbəla hadisəsi imamətin hadisəsidir, imamın işidir. O müsibətlər imamın başına gəlib, o təməlləri imam qoyub, o ağacı, İslam ağacının imam suvarıb orada qanı ilə və bu günə qədər də İslam onun hesabına yaşayır. Əsasiyyül Muhammed və bəqayü Hüseyniyyül bəqa. Muhammediyyül əsas, əl-İslamı Muhammediyyül əsas və Hüseyniyyül bəqa. Məsumlar belə deyir. İslam Peyğəmbərin təsisi ilə yaran, yəni təsisi Muhammed idi, bəqası, yaşamağı Hüseyin idi.
O bu boyda iş görüb orada. Yaxşı, indi biz gəlib deyəndə hətta bəziləri belə baxırlar ki, imamətin özünə o bayaq dediyim misal kimi evin köməkçi binası kimi baxırlar. Yox, elə deyil. Evin köməkçi binası deyil o. Evin özüdür imamət. Bayaq vurduğum misalların hamısı bura şamildir. Həzrəti İbrahim niyə əvvəl imam olmadı, sonra gəlib peyğəmbər olmadı? Həzrəti Musa niyə əvvəl imam olmadı, sonra gəlib peyğəmbər olmadı? Allah nübüvvət verdi. Qaldırdı, gətirdi, elədi risalət sahibi, mürsəl. Ondan sonra imamət verdi. Biz indi bu imamətə deyə bilərik ki, bu dindən ayrı bir şeydir. Üsul-i-dindən qıraqdır. Bu üsul-i-dindən necə qıraq ola bilər ki? Nübüvvətin meyvəsi imamətdir. Risalətin meyvəsi imamətdir. Və buna əvvəlki dinlərdə bu cürə baxış eləyib və məsələn, Qur'an-ı Kərim də bu mövzunun üstündə möhkəm dayanıb. Həzrəti Rəsulullahın da işinin biri məsələn ilə bu olub. O imamətin göstərməkdən. Quran deyib ki, əntə muzir və likullu qomnad. Sən muzirsən, sən vəhiy alansan, sən nəbisən, mürsəlsən. Amma hər qovmunda hidayət eləyəni var. Yaxşı. Və Həzrəti Rəsulullah, bunu da deyim, bəlkə də vaxtımız tamam olur. Həzrəti Rəsulullah bu işi, yəni nübüvvətin içərisində bu işi həmişə birinci yerdə tutub. Biz indi Kərbəladan imamətə keçdik o baxımdan. Bu işi birinci yerdə tutub. Məsələn, birinci dəfə Allah onun peyğəmbərliyin elan eləyəndə Həzrəti Rəsulullah dedi ki, o Yomudlar günü, kim birinci mənə təsdiq eləsə, mənim canişinim xəlifəm odur. Yəni, peyğəmbər gəlib deyəndə ki, mən peyğəmbərəm, bir ildən sonra demədi, mənim canişinim də olacaq. Orada dedi, məni Allah peyğəmbər seçib, kim təsdiqləsə birinci, mənim xəlifəm olacaq. Həzrəti Rəsulullah Məkkədən Mədinəyə hicrət eləyir. Məkkədən Mədinəyə hicrət eləyir. 11 gün gəlir, qalır Mədinənin qırağında, ta Həzrəti Əli gəlir, çatır, ondan sonra neyinir? Mədinəyə daxil olur. Elə bil, o Peyğəmbərin birinci beysəti Məkkədə idi. İkinci beysəti Mədinədə baş verdi. O hicrət özü bir növ beysət idi. Başqa bir aləmə gəlmək idi. Orada nübüvvəti təzədən qurmaq idi. Orada qoymadılar alınmağa. Yaxşı, görürsünüz, nə burada çıxmır ortalığa imamətsiz, nə də Mədinədə çıxmır. Peyğəmbərlə gələnməsən gözləmədi, 2 gündən sonra getdi. Amma 11 gün Peyğəmbər Qubada gözlədi. Yaxşı, görürsünüz, heç bir səhnədə Peyğəmbər imamsız çıxmır. Məsələn, bəhs eləyirlər, vaxtımız var da, 1-2-3 dəqiqə. Bəhs eləyirlər ki, niyə Həzrəti Peyğəmbər 40 yaşında nübüvvətə keçdi? Xurafi sözlər var bu mövzuda. Heç birinin əsası yoxdur. Bəzilər deyirlər ki, insan 40 yaşında kamil olur ona görə. Onda hələ auzubillah. Həzrəti İbrahim, Həzrəti Musa 12-13 yaşlarında peyğəmbərliyə çatıblar. Onda orada natamam halda çatıblar. Yox. O kamaldır, əqildir. Ondan sonra o şeydir, idrakdır. O Allahın insana verdiyi bir nemətdir. Onu Allah istədiyi vaxt verə bilir. Həzrəti İsa danışanda biz uşağın 3 yaşı var, hələ danışa bilmir. Amma Həzrəti İsa 3 günlük. Danışdıran kimdir? Allah. Onu 3 yaşında danışdırır, onu 3 günlüyündə danışdırır. İnna əbdallah ataniyəl kitabı və cəhələn nəbiyyə. Mən Allahın bəndəsiyəm. Allah mənə kitab göndərib və məni peyğəmbər seçib. Allah məni namaza əmr eləyib, oruca əmr eləyib. Salam olsun mənim doğulduğum günə, yaşadığım günə, öldüyüm günə və yevməhu vəsihəyyə, diriləcəyim günə. Bunu 3 günlüyündə deyir Həzrəti İsa. Niyə danışır? Deməli, bu dərrakə, bu mövzu Allahın bir nemətidir, istədiyinə verir. İstədiyi vaxt. Onu yetişdirir, onda onun zəminəsinin, şəraitin yaradır. Adam var, 100 yaş var, hələ həddi buluq olmayıb. Elə deyir. Yaxşı, indi yeri yoxdur heç deyəsən ki, Həzrəti Peyğəmbər 40 yaşına çatdı, ta kamilə, yox, əstağfurullah, Peyğəmbər elə 10 yaşında da şeydi. Kamil idi. Mövzu nə idi? Mövzu imamət məsələsi idi. Və Əli əleyhissalamın imamətinin məsələsi idi. Əli əleyhissalam 10 yaşı, 11 yaşı vardı Əli əleyhissalamın onda. Həm ürfən, həm əqlən, üqəla nəzərində, həm də dini baxımdan. Hətta bu günləri dövlət hüquqları baxımından da belə 10 yaşındakı uşağın sözü qəbuldur, məqbuldur.
uşaq 10 yaşında, 8 yaşında, 9 yaşında seçim eləsələr, onun sözünə qulaq asmırlar. Amma 10 yaşı tamam olandan sonra uşaq nədəsə seçim elədi, ona baxırlar. Dülüdə özü seçim edir. Yəni nə? Yəni ağlı kəsir. Məsələn, fəqihlərimiz deyir, heyvanın başını gərək müsəlman kəssin. İstər kişi olsun, istər qadın olsun. Amma müməyyiz uşağı da kəsə bilər. Müməyyiz uşaq kimdir? Yaxşını pisi anlayan uşaq. Ondan vaxt baş verir. 10 yaşından sonra. 10 yaş orada şərt deyir ha. Amma bu adətən ondan sonra baş verir. Bax o 40 yaş, 40 il gözləmək ona görə idi. Gəlsin bu müməyyiz həddinə işsin, ürfən, ondan sonra əqlən, şərən bunun sözü məqbul hesab olunsun. Hətta 10 yaş, 12-13 yaşında uşağı Məkkəyə aparıb, ehram bağlatdırıb ona, həcc əməlini elətdirsən də məqbuldur, boynundan götürülür bəzilərinin nəzərində. O idi gözləməyi. Yaxşı, bax imamət budur. İmaməti biz ikinci məsələ kimi qələmə bilirik və Həzrət Peyğəmbər 23 il məsələn o imaməti, nübüvvəti dövründə o Quranın ayələrin imamətin üstündə tətbiq edirdi. Məsələn Allah Teala Quranın deyirdi ki, la yəməssuhu illal mutəhhərun. Əlizi Qurana dəstəmazsız vurma. Həzrəti Rəsulullah gəldi səfərdən, çıxdılar qarşılamağa. Həzrəti Əli də çıxdı, hamı ilə görüşdü. Həzrəti Əli ilə görüşmədi, keçdi evə. Bir dəstəyə bəhanə düşdü ki, yazacaq, pazacaq, paylaşacaq, nə bilim deyəcək, Peyğəmbər belə elədi, Əli görəsən neyiniyim. Xanım Zəhra da dayanmışdı, səbr eləyirdi ki, gör bu Peyğəmbərdir, bu elə-belə iş görməz ki. Həzrət Rəsulullah içərdən evdən qayıdır, çıxır çölə, Əli salamı qucaqlayır, ondan sonra basır bağrına, biraz məsələn sıxır özünə, sual verirlər ki, ya xanım Zəhra özü, ya Rəsulullah, keçəndə görmədin, deyir, gördüm. Deyir, mən niyə görə görüşməm? Deyir, dəstəmazım yox idi. Dəstəmaz aldım, görüşdüm. Bax, Həzrət şəxsi, yəni o imamı Peyğəmbər bu cürə təqdim eləyir. Və bu cürə misallar çoxda, indi da bizim vaxtımız azdır. Peyğəmbər bu cürə təqdim eləyir imamı. İmaməti də Allah o cürə gətirir, təqdim eləyir. Həmin bu nübüvvətin varisi, həmin bu ənbiyanın varisi, həmin bu nübüvvətin meyvəsi olan, imamətin daşıyıcısı olan İmam Hüseyin əleyhissalamın Kərbəlada gördüyü iş əslində İslamın zatından gələn işdir. Bu İslam özüdür. Biz desək ki, İslam üçün dəyərdir, biraz aşağı salır o. Elə bu İslam bu cürədir. İslam deməyib cihad elin. Cihad İslamdan ayrı bir şeydir. Yox, cihad İslamın özüdür. Həcc İslamın özüdür. Bax, bu da elə İslamın özüdür. Dünyaya dəyər gətirdi bu. İnsanlara dəyər gətirdi. Ondan sonra demək olar ki, bir məktəb gətirdi, qoydu. İnsanlar əslində o zatən dəyərli idi və belə adi, sadə baxışla deyəndə də bəli, Kərbəla hadisəsi böyük bir hadisə idi. Əslində hadisə deyildi. Özü bir dənə məktəb idi. Həzrəti İbrahimin bir dənə İsmaili yuxusu ilə qurban kəsməyə aparmağı görün İslamda nə boyda, dində nə boyda hadisə kimi, yəni İslamın ən böyük bayramlarından biridir və illərlə məsələn davam eləyir, bu cürədir. İmam Hüseyin əleyhissalam da onun həm nübüvvətinin davamçısı olaraq, həm elə sülbi davamçısı olaraq o Kərbəlada Həzrəti İbrahim onu eləmişdi Allahın bir növ əmri ilə, vəhyi ilə, yaxşı və axırda da o cürə tamamlandı da mövzu. İmam Hüseyin əleyhissalam da onu öz başına eləməmişdi. O da Allahın əmri ilə eləmişdi. Əgər Həzrəti İbrahimə o söz Allah tərəfindən 2 dəfə ya 3 dəfə yuxuda vəhy olmuşdu. Çünki ənbiyanın yuxusu da vəhy kimidir. Amma İmam Hüseyin əleyhissalam Quranın 50 dənə ayəsinə uyğun. Mən müqayisə eləmirəm, əstəğfurullah. Həzrəti İbrahimin məsələn deyəm ki, o məqamiyyat baxımından yox, amma fakt göz qabağındadır. Quranda nə qədər əmri bir mərufə dəlalət eləyən ayələr var. Nə qədər nəhy-əz münkərə dəlalət eləyən ayələr var. Nə qədər böyük cihada dəvət eləyən ayələr var. Nə qədər zülmün və zalimin əleyhinə çıxmağa əmr eləyən ayələr var. İmam Hüseyin əleyhissalam və Kərbəlaya gətirən o idi. Ona görə Kərbəla böyüdü, Kərbəlanın qurbanları da böyüdü. Ona görə də Allah rəhmət eləsin, elə yenə sabiri. Bir dənə baxdı üçün Əkbərinin nizədə Leyla yüzünə, gördü zülfi tökülüb üçün şəbi Leyla yüzünə, gəlib o yerdə bir yerə çatanda deyir, səni ey
Tazə cavan qanunə qəltan eləyən necə məhşərdə baxar Həzrəti Zəhra yüzünə. Məsələn, Seyid, Allah rəhmət eləsin, deyir, şeiri çoxdur, mərsiyədir, bir şeirdir, çoxdur. Mən bir əvvəlinci beyti yadımdadır, bir axırda. Deyir, hər kəs ki, Hüseyin tək olmaz aşiq, zövqi, ələmi, səfanı bilməz. O cürə aşiq olmasan, ham pərvanə irad eləyir. Niyə özü yanırırsan orada? Özü aşiq deyir axı. Yaxşı. O bir dənə Feyz Kaşaninin şeiri var, dedi, deyir ki, ba düşmənan məqoyid, qofta məlamət aməd, əz kesrəti hədisəş, vallahi ma rəəyna hubbən bila məlamət. Bizə dedilər ki, bu imamın zamanın, imamətin barəsində çox danışma, onu bizi məlamət eləyirlər, məzəmmət eləyirlər. Deyir, mən də cavabında dedim ki, and olsun Allaha, mən məlamətsiz, məzəmmətsiz məhəbbət görmədim. Harda saf məhəbbət oldu, bir eşq oldu, aşıq oldu, məşuq oldu, cəmaat gözləri o səviyyə çata bilmir, başlayırlar məzəmmət eləməyə, məlamət eləməyə. Yaxşı? Ona görə Seyid də ona bir başqa cürə cavab verir. Deyirsiniz ki, nə bilirsiniz axı, Kərbəla nədir? Siz nə bilirsiniz, məsələn, İslam nədir? Yaxşı? Ona görə deyir, hər kəs ki, Hüseyin tək olmaz aşiq, zövqi, ələmi, səfanı bilməz. Zövqi, ələmi, cəfanı bilməz. Heç aşiq olmasın, sən bilməzsən ki, o ağrıların necə ləzzəti var, dadı var. Elə deyir, Nəsimi demir, qoymasın aşıq adın hər kəs ki qırmaz canına. Əvvəli yadımdan çıxdı. Aşıqı sadiq gərək canın verə cananına, qoymasın aşıq adın hər kəs ki qırmaz canına. Adam canına qıyması onun arası aşıqdır. Yaxşı, o da deyir ki, zövqi ələmiz, bu əziyyətlərdən nə zövq var, onu başa düşməz aşıq olmasa. Ona görə İbn Ziyad deyəndə məlun ki, gör, Allah sizi nə günə qoydu, xanım Zeyran deyir ki, and olsun Allaha, gözəllikdən başqa bir şey görmə. Nuş eyləməyən meyi bəlanı, keyfiyyət Kərbəlanı bilməz. Arif bu əzad, Arif İmam Zamana işarə eləyir Seyyid. Arif bu əzada sinə dağlar, Seyyid o şəhə ümidin bağlar. Hər kəs ki bu mazərata ağlar, məhşərdə qəmu bəlanı bilməz. Məhşərdə peşman olanlar çox olacaq. Peşman olub, başlarına döyən, həsrət çəkənlər çox olacaq. Onların da içərisində çoxu, bax bu Kərbəlaya, bu Aşuraya məzəmmət eləyənlər, laqeyd qalanlar, ondan belə də elə-belə baxanlar olacaq. Allah bizi onlardan qərar verməsin inşallah. Çox sağ olacaq. Çox maraqlı. Siz də çox sağ olun. Təşəkkür edirik. Mən də sizə inşallah. Allah qəbul eləsin. Allah razı olsun. Belə əziz izləyicilər, bir mövzunun sonuna gəldik. Mövzuda bağlı verilişimizə ilahiyyatçı Hacı Əhliman Rüstəmovu dəvət etmişdik. Sizin mən Pərmir Rəhimli idim. Növbəti həftədə görüşmək ümidi ilə ayrılırıq. Allah'a emanet olun. Sağ olun.